Herkese salam, sabahınız xeyir kızlar, necəsiz? Mən indi bağçadan gəldim, uşaqları qoydum bağçada, saat 10-a qalıb indi. Piyada gəlmişəm, ona görə də geç gəldim. Bir astanovka demək olar ki, 2 dənə stayanka avtobusla gəlmişəm, qalan 6-sını demək olar ki, piyada gəldim. 6000 hardasa 5000, 6500 addım vermişəm artıq. Səhərin gözü açılan kimi çox bunlar razıyam özümdən. Dünən qızlar diyetaya başlamışıq. Şükür Allaha ki, birinci gün çox qəşəng keçdi, normal keçdi. Heç nə çəkə bilmədim. Çünki mən dünənlər uşaqları götürmüşdüm, şəhərə çıxmışdıq. Biz Nərimanova getmişdik. İnan ki, elə 2-3 gün deyilə sıra günü getmişdik Nərimanova, qardaşım gilə. 4 gün, 3 gün əvvəl. Dünən də getdik, padruqamın evinə getmişdim. Uşaqları da götürdük, bir yerdə getdik əvvəl Metroparka. Uşaqlar bir orada kıtaç elədilər atraksiyonda. Sonra gəldik parka, Nəriman parkına. Orada da uşaqlar üçün orada arada yer var, Metroparkın yanında, həyətdə. Orada da uşaqlar xeyli oynadılar, əyləndilər. Sonra da gəldik padruqamgilə. Bu arada qızım da elə o Nərimanovda işləyir deyə işə girib orada işləyir və onu gözləməli oldum. Saat 10-a kimi oturduq orada. Amma fikir tutmuşdu məni ki, uşaqları çimizdirmək var, bağçaya hazırlanmaq var. Yaxşı ki, geyimlərini həftənin 5-ci günü hamısını yumuşdum. Elə bir işim qalmamışdı, amma yenə də evə gəlmişik. Sonra uşaqları gecə-gecə çimizdirdim. Qəşəng yatızdırmış, amma dırnaqlarını tutmadım. Səhər durmuşam, dırnaqlarını da tutmuşam, qəşəng giyindirmişəm onları və çıxdıq getdik bağçaya. Yolda Rihanna gil, onlar öyrəşiblər, qızlarda tut ağacları var. Deyirlər yağıdır da, inan yağıdır. Mən də onlara tut ərdim verdim. Rihanna üstündə batırdı, uspivat elədi. Sər-sər qarnım qaraldı, deməyib yoxdur, sonra uşaqdır. Neçə straşno var, ləkə çıxardanla üstünü təmizləyərəm, baxarım. Belə qızlar, indi gəlmişəm. İnanın ki, elə yorğunam dəhşətli dərəcədə. Amma ki, mənim nahar vaxtımdır, nahar eləməliyəm. Hava da bir gözəldir, super prosto. İndi nahar eləyəcəm və nahar yeməyimi sizə göstərərəm qızlar. Bugünkü naharımız nə olacaq? Bugün ümumiyyətlə detoks günüdür. Nahar amma normal nahardır. Qızlar, nahar yeməyimi hazırlamışam. Deməli, çörəyi pişirmişdim. Dünən yox, sıra gün pişirmişəm. Çünki dünən də mən səhər çörək yemişdim nahara. Çörək çox nəzikdir deyə qızlar, bax. Belədir, baxın. Çox nəzikdir deyə mən onu belə çevirmişəm. Çəkisi çox azdır. Qalın alınmadı məndə deyə mən üst-üstə belə qoyuram, qatlayıram belə bu formadakı. Yəni bir kustok çörək, bir yekə qaşıq kəsmikli, yağsız bir xurma və yaşıl çay. Belə qızlar, hamınıza nuş olsun. Kim mənimlə bir yerdə çəki verməcə istəyirsə, sizə də uğurlar arzulayıram. Qızlar, biraz işlərimi gördüm. Saat uca 1-in yarısıdır. Xəbər məktəbə indi yola salıram. Evdə biraz təmizlik işləri gördüm. Santexnikaları təmizlədim. Paltaları tökmüşəm istirkaya, indi çıxardacağım, sərəcəm balkonda. Bolluca su içirəm. Amma birazdan özümə detoks hazırlayacağım. Qatıq və xurma, 5 ədəd xurma və qatıq. Gün ərzində 2 dəfə belə qida almalıyam bugün. Təbii ki, elə ac deyiləm, amma yenə də bir şey istəyəndə su içirəm. Kofe içə bilərəm arada. Onda yəqin ki, xurma ilə olar, bilmirəm. Soruşacağım bizim. Kofeni mən xurma ilə içməyəcəm. Yəqin ki, kofeni içəcəm sağzamla, şəkər əvəzedici ilə içəcəyəm. Belə maşallah ki, halsızlıq olan yoxdur. Bilmirəm axşam necə olacaq. Mənə elə gəlir ki, olmayacaq heç nə. Çünki 2 dəfə qatıqla xurma yeyəndə hər halda normal olmalıdır. Dünən ümumiyyətlə mən özümü həqiqətən çox üzdüm, amma inanırsınız ki, bugün tərəzidə mən yaxşı rəqəm gördüm. Ona görə də elə belə olsa yaxşıdır. İnşallah ki, qabaqda məqsədim var. Görüləcək, gecə edəcəyimiz yerlər var. İnşallah ki, həm yoldaşım da gəlməlidir. Ona görə lazımdır həqiqətən səhətimdən məşğul olmağa. Mən buna səhətimdən məşğul olmaq deyərdim. Tolika formalarımla. Ona görə ki, səhətimdən məşğul olmaq həqiqətən gərəkdir. Dəxavişqa. Что такое? Qızlar, abedim hazırdır. Yəni ki, detoksum. Burada 5 ədəd xurma var. Yudum onu, çərdiklərini çıxartdım və
Kefirlə mən onu qatışdırdım. Qatıq yazılmışdı, amma mən qatıq sevmirəm. Turşdu deyə. Amma mən kefiri sevirəm. Kefir də yağsız kefirdir. Onunla qatışdırmışam. İndi bunu nuş eləyəcəyəm. Baxım görüm neçə saat məni tox saxlayacaq. Qızlar artıq 4-ə işləyib. Birazdan uşaqların dalınca gedəcəyim bağçaya. Özümə belə bir kofe hazırladım. Bir balaca süd döktüm içinə. Azca nasasım. Burada süd olmaz əslində, amma mən ürəyim istədi həqiqətən, ona görə də qatmışam. İndi bir dənə kofe içəcəm. İçərisində də şəkər əvəzedicidir, çünki onsuz səsim acı olur. Xurma yemədim zaten. Xurmanın kalorisi bunlardan çox olur. Süddən çox olar 100%. Qızlarımla uşaqların dalınca gedirəm. Çoxmuşam. Gəldim, asan xidmətdə biraz işim var idi orada. Oradan da sonra gəldim piyada. Yolun yarısını avtobusdan gəlmişəm, yarısını piyada. Uşaqlara bulka aldım. Araz marketdə. Çünki onları mən hər dəfə bağçadan götürəndə, xüsusən də Məhəmməd ac olur. Uşaqdır da. Hətta yesə də yenə də görürsən ki, istəyir. Ona görə bulka aldım ki, yesin. Və evə çörək aldım. Bugün mən mağazaya getməliyəm. Evdə bəzi şeylərim bitib. Uşaqlarla təbii ki, gedə bilməyəcəm. Bəlkə xəbərlə evdə saxladım, onları getdim. Bu tərəf yaşıllıqdır. Elə xoşlayıram buranı. Göyərçinlər. Ama burada pişiklər çox olur nədənsə. Sərpdən çıqqılı pişik düşmüşdü dalınca. Mən deyirəm, pişik o yana gəlir. Demin deyəcək 2 dənə pişik saxlamışam, bağçada gəlmişəm. Sən hara gəlirsən dalınca. Burada tut ağaçları çoxdur qızlar. Burada tut var. Orada bir bağçanın qabağındadır. Bu da naş avtobus. Məhəmməd, сюда иди, балам. Иди сюда, Машка. Риана, сюда иди. Далеко не уходим. Kızlar indi evə gəldim. Uşaqları gətirdim. Əvvəl mağazinə girdik. Bravoya. Sonra da gəldik evə. İndi göstərəcəm nə almışam. Həm diyetimlə əlaqədar qızlar məhsullar almışam. Bəzi məhsulları. Demək, kərəvüzdür. Necə görürsünüz. Kərəvüzdür və imbirdir burada. İçində imbirdir. Baxın. Və kərəvüz. Bundan sabah kokteyl edəcəm səhər. Bu uşaqlara da qızlar. Peçenye, ovsyanlı. Bir de onun vaflisi de almışım olarak. Kruasan almışam. Ve tekrardan bu peçenyeden çünkü hoşluyorlar. Göstereceğim, ne için anırsınız. Bu yumurta aldım uşaqlara yemeğe, nahara. Sonra güzel uşaqlar sevirlər bu big lunchları. Xəbərdə sevir, Madonna deyil balacalarda. Ona görə 4 adet de big lunch götürdüm. Sap kalbasası götürdüm kızlar. 7 manat civarında. 7,87. Uşaqlara yoğurt götürmüşəm. 4 ədəd. M&M's götürdüm onlara. 3 ədəd. Xəbərə Məhəmmədər yanına. Xavi, иди, пожалуйста, возьми M&M's, отдай детям. Sonra səhər kokteyli üçün kızlar kivi götürdüm 3 ədəd və bu da cəfəridir. Bu da bir bançda demişdim bayağı. Bunu kızlar uşaqlara götürdüm. Kuya, kukuruz palaçka sevirlər uşaqlar bunu. Sonra elə bu kruasanlardır yenidən. Blanş kruasan. Hə, şeydir, su aldım onlara, limonad. Uşaqlar istəyirdilər papit. Daha doğrusu kola istəyirlər. Mən koladan fərqli olaraq Yuşes mənə gəlib ki, biraz yaxşıdır da. Bu da limondur, qızlar şey üçündür. Kokteyl üçündür, səhər kokteyli üçün. Qızlar bunu yola götürmüşdüm, qızlar uşaqlar əllərini batırırlar yolda. Ona görə götürdüm onu salfetka evdən. Boğuçka almışdım uşaqlara, 3 dənə almışdım. Məhəmməd birini yedi yolda.
Yarısını da atdı herhalde. Yarısını yedi. Riyanna üçün və Xavər üçündür. Bu da çörəkli uşaqlara nahara götürmüşəm. Vəssalam. Bunlar hamısı sizlər gəlib çatdı hardasa 40 manata, 46 manat idi hardasa. Deməli məndə 6 manat kupon var idi Bravoda. Onu da işlətdim. Oldu 40 manat hardasa götürdü. Qızlar uşaqlara yeməklərini vermişəm, kuxada yeyirlər. Özümə də burada hazırlamışam. Yadımdan çıxmışdı kətan toxumu ilə çiyə toxumu tökmüşəm indi həmin qatıq kefirin içinə və xurma içində. İndi bunu yeyəcəm, axşama yeyəm, axşam yeməyinə, yəni 6-dan 7-yə də bunun vaxtı. Aykan vloguna baxıram yenə qızlar. Yenə də deyəndə ki, mən hər gün baxıram, hər dəqiqə. Bu da mənim sinyaqlı nəvəm. Banditlər yeməklərini yeyiblər, gəldilər, yoğurt da yedilər, MMS də yedilər. İnanırsınız, oyun çıxardılar bayaqdan. Yorulmaq bilmirlər də bu uşaqlar, Allah saxlasın. Hə balam? Görürsünüz bu yıkılan yeridir qızlar. Şeydən dəymişdi, stoldan düşmüşdü. Nəysə qızlar, bugünkü vlogumuz bu qədər. Videonu bitirirəm. İnanırsınız, elə yorğunam, dəhşətli dərəcədə. Şimdi yoldaşımla da danışdım, oğlumla da danışdım. Dedim, daha zəng eləməyin, narahat eləməyin məni, mən istirahət eləyirəm. Hələlik qızlar, xahiş edirəm ki, kanalıma abunə deyilsə abunə olun. Kommentariyalar yazın, zəhmət olmasa. Mən də sevinərəm buna görə.